başıva dönərəm. Məni Bilbao'la, yəni UEFA Çempionlar Liqasının 3-cü turunda Atletico Bilbao'dan qorxuda bilməzsən. Bilsən niyə? Atletico Bilbao'nun hücum xəttində demək olar ki, hücumçu Qarabağın oyununa çıxa bilməyəcək. Yəni əsas ehtiyat elədiyimiz hücumçular çıxa bilməyəcək. Səbəb sizə deyirəm. Deməli, məsələ nə ilə bağlıdır? Atletico'nun heyətində ciddi itkilər var. Qarabağ maçı öncəsi İspaniya klubunda vəziyyət ürək açan deyil. Bu barədə yerli marka nəşri məlumat yazıb. Bildirib ki, hücum xəttində 3 oyunçu Alex Berges, Oyan Santes və İnyak Ulyamas zədəlidir. Yəni ki, Qarabağ klubunda müdafiəsinə problem yaşadacaq bəzi hücumçular zədəlidir. Bir dənə Nico Williams'dır bizi narahat edə bilər. Amma yadıma salıram ki, Silva varsa, Kevin Medina varsa, Emmayi varsa, Bəhlul varsa, niyə də bizim müdafiə xəttimiz etibarlı olmasın? Və başda Qurban